Gəncədə və Tovuz rayonunda imtahan həyəcanı yaşayan abituriyentlər üçün mart ayının 1-də imtahan öncəsi pulsuz psixoloji layihə təşkil olunacaq. Gəncəxəbər.az məlumat verir ki, görüş zamanı abituriyentlərlə imtahan öncəsi maarifləndirici psixoloji söhbət aparılacaq. Stresin idarə olunması və rahatladıcı nəfəs texnikaları praktiki şəkildə işləniləcək. Layihə defektoloq loqoped Ayta Cəliyeva və psixoloq Flora Mahmudlu tərəfindən həyata keçirilir. Məqsəd abituriyentlərin imtahana psixoloji cəhətdən daha hazırlıqlı və özgüvənli başlamasına dəstək olmaqdır. Qeyd edək ki, mütəxəssislər tərəfindən 31 yanvar tarixində Tovuz, 8 fevral Şəmkir, 21 fevral Goranboy rayonlarında da analoji müayinələr və psixoloji dəstək görüşləri artıq təşkil olunub. Rayonlarda layihə hazırlıq mərkəzləri ilə əməkdaşlıq çərçivəsində keçirilib. Layihə bütün abituriyentlər üçün nəzərdə tutulub və ödənişsizdir. Qeydiyyatdan keçmək üçün +994 55 676 65 65 mobil telefon nömrəsi ilə əlaqə saxlanılmalıdır.